Mən Osman Ömərov 1974-cü ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuşam. Kənd məktəbində təhsil aldım. 92-ci ildə rayon komissarlığı tərəfindən milli orduya çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim. Ağdərə və Goranboy rayonlarında torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 157 saylı hərbi hissənin avtomatçısı olaraq bir çox döyüşlərdə iştirak etdim. 92-93-cü illərdə Sərsəng su anbarının müdafiəsində iştirak etdim. Ateşkəs sazişi bağlandıqdan sonra Goranboy rayonunda xidmətimi davam etdirdim. Saziş bağlanmasına baxmayaraq ermənilər tez-tez təxribatlar törədirdilər. 94-cü ilin sentyabr ayında Goranboy istiqamətində növbəti təxribatın qarşısını alarkən düşmən gülləsinə tuş gəldim. Ayın 2-sində torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim.